bugün bizim uşaqlarımızın yanında oldular, bizə dəstək oldular. Ramazan bayramı münasibəti ilə Novruz bayramı münasibəti təbrik edirəm. Abşeron rayonunda Novruz və Ramazan bayramları münasibətilə autizmli, əqli və fiziki məhdudiyyətli uşaqlar üçün xüsusi bayram tədbiri təşkil edilib. DİN Mediası xəbər verir ki, Masazır qəsəbəsində baş tutan sosial yönümlü şənlik Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü və sahibkar Tural Ağamədovun təşkilatçılığı ilə reallaşıb. Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram günlərində sevindirmək, onların cəmiyyətə inteqrasiyasına mənəvi dəstək göstərmək və ailələrin sevincinə sevinc qatmaq olub. Hər bir kəsin xalqımı, millətimi Ramazan bayramı münasibəti ilə Novruz bayramı münasibəti təbrik edirəm. Burada olan xüsusi qayğıya ehtiyacı olan uşaqlarımın hər birinə Allahdan vaxtında sağlam ömrü arzulayıram. Hər vaxtınız xeyirli qutlu olsun inşallah. Mən də hər birinizə minnətdaram ki, bugün bizim yanımızda olmusunuz. Başda Abdül müəllimə təşəkkürümü bildirirəm Abşeron rayon icra başçısına. Bu Masazır meyxanənin rəhbəri Tural bəyə ki, bugün bizim uşaqlarımızın yanında oldular, bizə dəstək oldular. Yəni tam təmənnasız bizim uşaqların həqiqətən dəstəklərinə ehtiyacı var idi və onlar bunu qarşıladılar. Minnətdaram hər birinə. Hər kəsin bayramını təbrik edirəm. Hər kəsin süfrəsinə bol ruzi bərəkət arzulayıram. Allah hər birimizə belə deyim də, sağlam bərəkətli uzun ömür nəsib eləsin. Bütün bəlalara şəfa versin. Hər birinə acil şəfalar diləyirəm. Allah heç bir ananı evladı ilə sınağa çəkməsin. Şənlikdə autizmli, əqli və fiziki inkişaf məhdudiyyətli uşaqlarla yanaşı onların valideynləri də iştirak ediblər. Bayram tədbiri olduqca səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçib. Məclisdə ölkəmizin tanınmış müğənniləri, televiziya aparıcıları, media nümayəndələri və blogerlər iştirak edərək uşaqlarla bir araya gəlib onların sevincinə şərik olublar. Musiqili proqramlar, əyləncəli çıxışlar və uşaqlar üçün təşkil edilən maraqlı anlar tədbirə xüsusi rəng qatıb. İştirakçı uşaqlar üçün yaradılan bayram ab-havası onların sevinç dolu anları yaşamasına səbəb olub. Tədbir zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim edilib. Onların üzündə yaranan təbəssüm isə bayramın ən gözəl mənzərəsinə çevrilib. Valideynlər belə həssas yanaşmanın və diqqətin onlar üçün böyük mənəvi dəstək olduğunu bildiriblər. Qeyd olunub ki, bu cür təşəbbüslər xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətdə daha çox diqqət və sevgi ilə əhatə olunmasına mühüm töhfə verir. Masazırda təşkil edən bu bayram şənliyi bir daha göstərib ki, sosial həmrəylik, qayğıkeşlik və mərhəmət dəyərləri cəmiyyətin ən ali keyfiyyətlərindəndir. Novruzun birlik, Ramazanın isə mərhəmət ruhu özündə birləşdirən bu gözəl tədbir həm uşaqlar, həm də onların ailələri üçün yadda qalan xoş bir günə çevrilib. Nizam Rəsulov xüsusi olaraq Dinas TV üçün.